Deməli, bax, biz bugün sizlərlə Vygotskyinin sosial inkişaf nəzəriyyəsinin izahına baxırıq. Deməli, Vygotsky də uşaqların zehni inkişafını və öyrənməsini araşdıran alimlərdən biridir. Deməli, Vygotsky uşaqların nəyini araşdırıb? Vygotsky də uşaqların zehni inkişafını və öyrənməsini araşdıran alimlərdən biridir. Yəni, görək uşaqların zehni nəyə əsasən inkişaf edir? Uşaqlar nəyə əsasən daha yaxşı öyrənirlər? Deməli, Vygotsky nəzəriyyəsinin əsasında nə dayanır? Yəni, araşdırmalarının nəticəsi olaraq Vygotsky bizə nəyi təqdim edir? Deməli, Vygotsky araşdırmalarına əsasən uşaqların, insanların, daha doğrusu uşaqların zehninin inkişafında sosial mühit amilinin, yəni sosial mühit amili dedikdə, sosial mühit amilləri dedikdə nələr nəzərdə tutulur? Məsəl üçün, ünsiyyət, nitq, bax, bunlar nəzərdə tutulur. Deməli, Vygotsky araşdırmalarına əsasən belə bir fikir irəli sürür ki, uşaqların inkişafında sosial amilin, yəni ünsiyyətin, nitqin, dilin rolu daha vacibdir. Yəni, uşaqlar nəyə əsasən inkişaf edir? Uşaqlar ünsiyyətinə əsasən, deməli, ətrafda yoldaşları ilə qurduğu ünsiyyətə əsasən, dilə əsasən, deməli, daha yaxşı inkişaf edir və sosial mühitə əsasən daha yaxşı öyrənir. Yəni, Vygotsky belə deyək də, məsəl üçün, bax, Piaget belə bir fikir irəli sürmüşdü ki, uşaqlar özü öyrənir, özü ətraf aləmi uşaqlar özləri kəşf edir, öz təcrübələrinə əsasən öyrənir. Ancaq Vygotsky nə deyir? Vygotsky deyir ki, uşaqlar təcrübələrinə əsasən yox, uşaqlar sosial mühitdə eşitdiklərinə əsasən, gördüklərinə əsasən, sosial mühitə əsasən uşaqlar öyrənir və inkişaf edir. Vygotskyyə qədər bir çox alimlər uşaqların daha çox şəxsi təcrübəsinə əsasən öyrəndiyi fikrini irəli sürmüşdür. Əlbəttə ki, bu şəxsi təcrübəni kim irəli sürmüşdü? Piaget irəli sürmüşdü. Çünki Piaget deyirdi ki, uşaqlar şəxsi təcrübələrinə əsasən, deməli, yəni öz ətrafda gördükləri təcrübələrə əsasən öyrənirlər. Vygotsky isə düzdür, bunu inkar etmir. Məsəl üçün, Vygotsky demir ki, uşaq şəxsi təcrübəsinə əsasən öyrənmir. Bunu inkar etmir. Ancaq bunu inkar etməsə də belə bir fikir də vurğulayır ki, deməli, şagirdlər belə deyək, həm şəxsi, həm də sosial təcrübələrinə əsasən öyrənirlər. Yəni, Vygotsky deyir ki, uşaqların həm şəxsi, həm də sosial təcrübələri bir-birindən ayrılmır. Onlar həm şəxsi, həm də sosial təcrübələrinə əsasən öyrənirlər. Deməli, Vygotskyyə görə uşaqlar yalnız məktəbdə müəllimləri ilə öyrənmir. Bax, Vygotskyyə görə deməli, uşaqlar yalnız məktəbdə müəllimləri ilə öyrənmir. Bəs necə öyrənirlər? Evdə valideynlərindən də öyrənirlər, sinif yoldaşlarından da öyrənirlər, bacılarından, qardaşlarından da deməli, nələrsə öyrənmiş olurlar. Deməli, Vygotskyyə görə cəmiyyət və dil uşağın inkişafında əsas rol oynayır. Bax, Vygotsky nəzəriyyəsinin də əsas mahiyyəti odur ki, cəmiyyət və dil uşağın inkişafında əsas rol oynayır. Bax, deməli, müasir dövrdə, indi mən əvvəl danışdım, müasir dövrdə ən çox qarşılaşdırılan nəzəriyyələr hansılardır? Piaget və deməli, Vygotsky nəzəriyyəsidir. Yəni, bu iki nəzəriyyənin, belə deyək də, düzdür, oxşar ortaq cəhətləri olsa belə, fərqli xüsusiyyətləri də var. Məsəl üçün, fərqli xüsusiyyətləri nədir? İndi oxşar xüsusiyyətlərin birinci deyək, sonra fərqli xüsusiyyətlərinə toxunaq. Bax, oxşar xüsusiyyətləri odur ki, hər ikisi belə bir fikir irəli sürür ki, uşaqlar oyun oynayan zaman daha yaxşı öyrənirlər. Oyun oynayan zaman daha yaxşı öyrənirlər. Amma fərqli xüsusiyyətləri nə olacaq? Fərqli xüsusiyyətləri olacaq ki, Piaget deyir ki, uşaqların zehni mərhələlərdə baş verir. Yəni, uşağın beyni mərhələli şəkildə baş verir və ətraf aləmi, yəni uşağın beynidir, ətraf aləmi kəşf etdiyi zaman formalaşır. Vygotsky isə nə deyir? Deyir ki, yox. Bu yanaşmanı qəbul etmir. Deyir ki, yox. Uşağın zehni, yəni nə zaman deyir uşağın zehni inkişaf edir? Uşaq sosial münasibətdə olan zaman uşağın zehni daha yaxşı deməli formalaşır, daha yaxşı inkişaf edir. Piaget deməli əvvəlcə uşağın zehni inkişafının formalaşdığını irəli sürür. Bax, Piaget deyir ki, əvvəl uşağın zehni inkişaf edir, sonra uşaq formalaşır, öyrənir. Yəni, zehin inkişaf eləyir, zehin inkişaf elədikdən sonra uşaq nələrsə öyrənir. Amma Vygotsky nə deyir? Deyir, yox, birinci uşaqda öyrənmə baş verir. Vygotsky deyir ki, birinci uşaqda öyrənmə baş verir. Uşaq deyir, öyrənir və öyrənməsinə əsasən inkişaf edir.
Bax, burada ziddilik var da, ziddiyyət var. İki alimin araşdırmasında ziddiyyət var. Deməli, Piaget deyir, birinci uşağın zehni formalaşır, sonra uşaq öyrənir. Vygotsky nə deyir? Deyir, yox, birinci uşağın öyrənmə deyir, inkişafdan əvvəl gəlir. Öyrənmə inkişafdan əvvəl gəlirsə nə deməkdir? Yəni deyir, birinci uşaq öyrənir və öyrəndiklərinə əsasən də inkişaf edirlər. Deməli, bax bu iki alimin əlbəttə ki, gördük ki, araşdırmalarında bir-birinə əks, deməli, ziddiyyətli fikirlər çoxdur. Ortaq fikirləri nə oldu? Ortaq fikirləri o oldu ki, hər iki uşaq oyun oynayan zaman, yəni belə deyək də, hər ikisinin ortaq xüsusiyyəti o oldu ki, uşaqlar oyun oynayan zaman daha yaxşı öyrənirlər. Oyunlar vasitəsilə. Məsəl üçün, Piaget'in ikinci, yəni zehni inkişafın ikinci mərhələsini yadımıza salağın, ilkin əməli mərhələ. Orada da ilkin əməli mərhələnin xüsusiyyətlərində nələr var idi? Məsəl üçün, deyirdi ki, bu mərhələdə olan uşaqlar daha çox oyunlar vasitəsilə öyrənməyə, oxumağa, öyrənməyə üstünlük verirlər. Həmçinin bizə, məsəl üçün, belə bir fikir də çatdırırdı ki, müəllim də təlimdə deməli, bax bu mərhələyə aid uşaqları, yəni öyrədən zaman dərsi necə qurmalıdır? Oyunlarla qursa daha yaxşı olardı. Əslində bax bu nəzəriyyələr bizə nəyi deyir? Məsəl üçün Piaget'də, Vygotsky'də nəzəriyyələr vasitəsilə bizə nəyi çatdırır? Bax bəzən fikirləşirik ki, bizim nəyimizə lazımdır bu nəzəriyyələr? Nəzəriyyələri nə üçün oxumalıyıq, öyrənməliyik? Əslində hər bir müəllim bu nəzəriyyələrin mahiyyətini bilməli, anlamalı və tədris, bax məktəbdə belə deyək də, tədrisi quran zaman bu nəzəriyyələrin üstündə qurmalıdır. Nəzəriyyələrə əsasən tədrisi yönəltməlidir, tədrisi qurmalıdır. Məsəl üçün, bax Piaget bizə deyirdi ki, uşaqlara sərbəstlik verin, müstəqillik verin, şərait yaradın, şagirdlər özləri təcrübələr toplasınlar, təcrübələrə yiyələnsinlər, şagirdləri müstəqillik, praktik tapşırıqlara yönəldin. Yəni praktikaya üstünlük verin, uşaqlara müstəqil öyrənməsi üçün uşaqlara şərait yaradın, şagirdlərdə maraq yaradın, maraq hissi formalaşdırın. Bax bu sadaladıqlarımız hamısı da interaktiv təlimin deməli üstünlüklərində də var. İnteraktiv təlimin də xüsusiyyətlərində bu kimi deməli prinsiplər öz əksini tapır. Məsəl üçün, hal-hazırda bizim istifadə elədiyimiz təlim interaktiv təlimdir də, yəni kurikulumun tələbinə əsasən biz interaktiv təlimi tətbiq edirik. Bax, interaktiv təlimdə də bizə nəyi çatdırır, nəyi deyirdi? Deyirdi ki, uşaqlarda maraq yaratmaq lazımdır, yəni motivasiya mərhələsini xatırlayağın, şagirdləri dərsə cəlb eləmək lazımdır, şagirdlərdə maraq oyatmaq lazımdır, biliyə yox, tətbiqə üstünlük vermək lazımdır, praktikaya üstünlük vermək lazımdır. Şagirdlərə müstəqillik vermək lazımdır ki, şagirdlər onlara lazım olan məlumatları araşdırsınlar, axtarsınlar. Bax, Piaget də bizə eyni fikri çatdırır. Məsəl üçün, indi Vygotsky nəzəriyyəsinə baxağın. Vygotsky nəzəriyyəsinin də interaktiv təlimlə yenə ortaq xüsusiyyətləri var. Məsəl üçün, Vygotsky bizə nəyi çatdırır, nəyi deyir? Deyir ki, uşaqlara şərait yarat ki, uşaqları, yəni belə deyək də, əməkdaşlıq tələb edən fəaliyyətlərə cəlb et. Əməkdaşlıq tələb edən fəaliyyətlər də nədir? Yəni sosiallığa uşaqları alışdırmaq lazımdır da. Yəni məsəl üçün Vygotsky deyir ki, uşaqlar sosial mühitdə daha yaxşı öyrənirlər. Sosial mühiti də biz təlim zamanı necə formalaşdıra bilərik? Əlbəttə ki, şagirdləri müxtəlif əməkdaşlıq tələb edən fəaliyyətlərə, yəni qrup işinə, cütlərlə işə cəlb edən zaman biz şagirdlərdə sosial ortam yarada bilərik də. Bu zaman sosial ortam yarada bilərik. Məsəl üçün, interaktiv təlimin də prinsiplərində nələr var idi? Deyirdi, müəllim interaktiv təlimin tələblərinə əsasən nə etməlidir? Əməkdaşlıq tələb edən fəaliyyətlərə üstünlük verməlidir. Yəni, şagirdləri qrupla işə, cütlərlə iş formasına üstünlük verməlidir. Məsəl üçün, belə deyək, interaktiv təlimin prinsiplərinə əsasən müəllim müasir iş üsullarına üstünlük verməlidir. Bax, bu müasir iş üsullarında çoxu qrupla həyata keçirilən iş üsuludur. Yoldaşlıq, əməkdaşlıq tələb edən iş üsulları da və Vygotsky də bizə həmin deməli prinsiplərin əhəmiyyətini bizə çatdırır. Yəni Vygotsky də bizə nə deyir? Deyir ki, siz yəni şagirdləri sosial mühitə yönəldin, sosiallıq, əməkdaşlıq tələb edən fəaliyyətlərə yönəldin. Yəni nəyi çatdırmaq istəyirəm müəllimlər? Bax, bu nəzəriyyələr bizə əslində nəyi çatdırır, nəyi deyir? Elə bu nəzəriyyələrdə olan bütün biz bunların hamısını interaktiv təlim zamanı tətbiq edirik də. Yəni interaktiv təlim zamanı biz bu xüsusiyyətlərin hamısını, hər bir tələbini yerinə yetiririk. İnteraktiv təlim nə deməkdir? Yəni qarşılıqlı əməkdaşlıq tələb edən təlimdir. Belə, yəni bu nəzəriyyələr həqiqətən də gördük ki, hər bir müəllimə, yəni iş zamanı
fəaliyyəti zamanı bu nəzəriyyələrin əhəmiyyəti hər bir müəllim üçün lazımdır. Yəni hər bir müəllim öz iş prinsipini həyata keçirən zaman bax bu nəzəriyyələrin əhəmiyyətini bilsə daha yaxşıdır. Deməli belə müəllimlər, fikrimizi ümumiləşdirək. İndi biz nə dedik? Deməli nə dedik? Dedik ki, Vygotsky nəzəriyyəsi bizə nəyi çatdırır? Vygotsky bizə çatdırır ki, deməli şagirdlər nəyə əsasən, şagirdlərin zehni nəyə əsasən inkişaf edir? Sosial mühitə əsasən, sosial amillərə əsasən uşaqların zehni daha yaxşı inkişaf edir. Yəni uşaqlar sosial mühitdə olduqda, ünsiyyət quran zaman deməli daha yaxşı inkişaf edirlər. Çünki nələrsə öyrənirlər, yoldaşlarına, qardaş bacısına nələrsə həm öyrədir, həm də öyrənirlər. Deməli, nə dedik? Dedik ki, Vygotsky'dən əvvəl bəzi alimlər belə bir fikir irəli sürmüşdü ki, uşaqlar daha çox şəxsi təcrübələrinə əsasən öyrənirlər, şəxsi təcrübələrinə əsasən. Düzdür, Vygotsky bunu inkar etmir. Ancaq Vygotsky bunu inkar etməsə də belə bir fikir irəli sürür ki, uşaqlar həm şəxsi təcrübələrinə, həm də sosial təcrübələrinə əsasən öyrənir. Yəni Vygotsky burada iki təcrübəni əsas götürür. Həm şəxsi təcrübəni, həm də sosial təcrübəni. Amma Vygotsky'dən əvvəlki alimlər nəyə əsas götürürdülər? Yalnız şəxsi təcrübəni əsas götürürdülər. Deməli, Vygotsky'yə görə uşaqlar yalnız məktəbdə öyrənmirlər. Vygotsky'yə görə uşaqlar yalnız məktəbdə öyrənmirlər, evdə də bacısından, qardaşından, belə deyək də, özündən daha təcrübəli şəxslərdən də nələrsə öyrənir. Deməli, dedik ki, ən çox qarşılaşdırılan yanaşmalar hansı yanaşmalardır? Vygotsky və Piaget nəzəriyyəsi, yəni bir-birinin belə deyək də, düz ortaq xüsusiyyətlər olsa da, amma bu araşdırmaların nəticələri bir-birinə zidd fikirləri də ortaya qoyur. Zidd fikirlər hansılar oldu? Piaget deyir ki, birinci uşağın zehni inkişaf edir. Bax, müəllimlər, belə yadımızda saxlayağın da. Məsəl üçün deyib, Piaget'in deməli nəzəriyyəsinin adı nədir? Deməli zehni inkişaf nəzəriyyəsi də, düzdürmü? Elə nəzəriyyənin adı üstündədir də zehni inkişaf. Yəni zehni, ona görə Piaget deyir ki, bax birinci uşaqların zehni inkişaf eləyir. Elə nəzəriyyənin adına baxanda da məlumdur da ki, yəni bu nəzəriyyənin əsasında nə dayanacaq? Birinci deyir, uşaqların zehni inkişaf edir, sonra uşaqlar zehni inkişaf elədikdən sonra mərhələli şəkildə uşaqlar öyrənir. Yəni zehinə əsasən, olduğu mərhələyə əsasən, yaş dövrünə əsasən uşaqlar öyrənir, inkişaf edir. Bunun əksi olaraq deməli Vygotsky bizə nə deyir? Deyir, yox, birinci uşaqların zehni inkişaf eləmir. Birinci uşaq deyir, öyrənir. Öyrənəndən sonra deməli öyrəndiyinə əsasən uşağın zehni inkişaf edir. Ortaq xüsusiyyətləri nə oldu? Ortaq xüsusiyyətləri, hər ikisinin ortaq xüsusiyyəti oldu ki, uşaqlar oyun oynayan zaman daha yaxşı öyrənirlər. Yəni oyun oynayan zaman deyil, uşaqların dili, nitqi inkişaf eləyir. Oyun quran zaman deməli, çünki bax nə üçün oyun oynayan zaman uşaqlar daha yaxşı öyrənirlər? Oyun oynayan zaman şagirdlər müxtəlif rola girirlər. Müxtəlif rola girirlər. Burada rollu oyunlar tətbiq etmə bacarığına əsaslanır. Piaget də bizə deyirdi axı ki, şagirdlərdə tətbiq etmə bacarığı formalaşdır. Elə oyun oynayan zaman uşaqlarda deməli tətbiq etmə bacarığı formalaşır. Ona görə də bu xüsusiyyət hər ikisinin deməli ortaq xüsusiyyətidir, ortaq cəhətləridir. Belə, indi baxırıq deməli, sosial deməli inkişaf nəzəriyyəsinin ən vacib konsepsiyalarından biri də yaxın inkişaf zonasıdır. Deməli, sosial inkişaf nəzəriyyəsinin ən vacib konsepsiyalarından biri də nədir? Yaxın inkişaf zonasıdır. Görək yaxın inkişaf zonası nə deməkdir? Bax, ən səmərəli tədris burada baş verir. Yəni harda baş verir? Yaxın inkişaf zonasında baş verir. Bax müəllimlər, burada şəkil də vermişəm. Bax, baxağın. Yaxın inkişaf zonası görək nə deməkdir? Bax, deməli uşağın bu sarı rəngdə verilən deməli hissə, dövr, aktual dövrdür. Aktual inkişaf zonası adlanır. Aktual inkişaf zonası nə deməkdir? Yəni uşağın hal-hazırda olduğu zona. Çünki uşaq olduğu zonada hal-hazırda aktualdır. Bilir, olduğu zonaya əsasən yetərli qədər inkişaf edib. Aktual zonadan uşağı inkişaf etdirmək lazımdır, hədəfə çatdırmaq lazımdır. Yaxşı, bax indi ətrafda gördüyümüz ancaq nə olacaq? Yaxın inkişaf zonası olacaq. Deməli uşağın
aktual zonadan yaxın inkişaf zonasına çatdırmaq lazımdır. Yəni yaxın inkişaf zonası nə olacaq? Bax, uşağın hal-hazırda olduğu zona, deməli, oldu aktual zona. Uşağı hara çatdırmaq lazımdır? Hədəfə çatdırmaq lazımdır, düzdürmü? Bax, uşağın bu deməli, bildiyi zona ilə, uşağın olduğu zona ilə lazım olacağı zona yaxın inkişaf zonası adlanır. Yəni hal-hazırda uşaq burdadır. Uşağın bax bu belə deyək də məqsədə çatması uşaq üçün ilk baxışda qeyri-adi görünür, mümkünsüz görünür. Bax elə mümkünsüz, uşağın belə də mümkün zona ilə mümkünsüz görünən zona arasındakı dövr yaxın inkişaf dövrü adlanır. Ümumiyyətlə yaxın inkişaf zonası zonadır da, bir dövrdür. Yaxın inkişaf zonası nədir? Zonadır, dövrdür. Çünki bəzən müəllimlərimiz yaxın inkişaf zonası ilə skafoldinq yanaşmasını bir-birinə bənzədirlər. İndi onun fərqli cəhətlərini deyəcəm ki, biz bunu necə bir-birindən fərqləndirə bilərik. Bax, yaxın inkişaf zonası nədir? Yaxın inkişaf zonası zonadır. Yəni uşağın hal-hazırda olduğu zona və uşağın belə deyək də, yəni bizim çatdıracağımız zona, uşağı olduğu yerdən lazım olacağı yerə çatdıracağımız zona yaxın inkişaf zonası adlanır. Yaxın inkişaf zonası məsəl üçün qısa olaraq YİZ verilir. Testlərdə qısa olaraq YİZ verilir. Deməli, yaxın inkişaf zonasında uşaq hələ qoyulan hədəfə müstəqil şəkildə çata bilmir. Ancaq bu mərhələdə, yəni uşaq bax həmin yaxın inkişaf zonasında daha təcrübəli bir şəxsin də bunlar şagird də ola bilər, müəllim də ola bilər. Daha təcrübəli bir şəxsin yol göstərməsi vasitəsilə deməli yaxın inkişaf zonasına çatır. Yəni skafoldinqin vasitəsilə yaxın inkişaf zonasına çatır. Deməli skafoldinq nədir? Skafoldinq dəstək deməkdir. Yəni şagirdə göstərilən müvəqqəti dəstək deməkdir. Bax, bu müvəqqəti dəstəyi biz harda göstəririk? Elə yaxın inkişaf zonasında göstəririk. Yəni şagirdi hal-hazırda bildiyi zona ilə hələ bacarmadığı zona arasındakı olan dövr nə adlanır? Yaxın inkişaf zonası adlanır. Deməli, uşağın hal-hazırda bacardığı və bacarmadığı arasındakı olan zona nə adlanır? Yaxın inkişaf zonası adlanır. Və bu zonada, yəni deyirik ki, uşağın bacardığı və bacarmadığı zona arasındakı dövr yaxın inkişaf zonası adlanır. Bax, uşaq nə isə bacarmırsa, uşağı nələrsə bacarmaq üçün biz nə etmək lazımdır? Uşağa dəstək oluruq da, düzdürmü? Müvəqqəti dəstək göstəririk, körpü rolunu oynayırıq. Bax, bu körpü rolunu kim oynayır? Müəllim oynayır. Düzdür, müəllim də oynaya bilər, valideyn də ola bilər, daha təcrübəli biri də ola bilər. Daha təcrübəli biri deyəndə o demək deyil, hamı uşağa kömək edə bilər, dəstək rolunu oynaya bilər. Əgər uşaq məndən nə isə bu gün soruşursa, mən ona dəstək olmaq üçün, yol göstərmək üçün onu bilməliyəm. Yəni bildiyim bir şey varsa, o istiqamətdə mən uşağı yönəldə bilərəm də. Məsələn, uşaq evdə özündən kiçik bir bacısından, yəni təcrübəsi olmayan bir insandan nəyi soruşa bilər? Kim ona nə isə yönəldə bilər? Məsələn, uşaq nənəsindən, məsəl üçün deyirəm də, nənəsindən hər hansı bir tapşırığın həllini soruşur, kömək istəyir. Əgər nənə bu tapşırıq haqqında məlumatı yoxdursa, təcrübəsi yoxdursa, o deməli uşağa skafoldinqini göstərə bilməz. Çünki təcrübəsi yoxdursa, həmin tapşırıqla bağlı, qayda ilə bağlı təcrübəsi yoxdursa, əlbəttə ki, uşağa yol göstərə bilməz. Ona görə deyirik ki, burada hər kəsdən söhbət getmir, hər kəsin dəstəyindən söhbət getmir. Deməli, daha təcrübəli şəxsin, daha təcrübəli insanların köməyindən deməli söhbət gedir. Bax, elə deməli skafoldinq nə oldu? Elə skafoldinq dəstək deməkdir. Yəni həmin yaxın inkişaf zonasında şagirdə göstərilən dəstəkdir, müvəqqəti körpüdür. Amma yaxın inkişaf nə oldu? Yaxın inkişaf bir zonadır, bir dövrdür. Skafoldinqdə bir insan anlayışı var. Skafoldinqdə bir insan anlayışı var. Çünki burada kimsə şagirdə dəstək olmalıdır, yol göstərməlidir. Və skafoldinq biz müəllimlər skafoldinq yanaşmasının strategiyasını biz sizdən differensial təlimdə də keçmişdik. Həmçinin orada da demişdik ki, differensial təlimdə müəllim nədir? Necədir? Şagirdlərə fərdi və fərqli yanaşmaq üçün nə etməlidir? Müvəqqəti dəstək göstərməlidir, skafoldinqlik etməlidir. Belə skafoldinq strategiyalarına aid bir neçə nümunələr var. İndi bu nümunələrə baxaq. Deməli, bax, müəllimi belə deyək də, yəni dərsdə müəllim hansı fəaliyyətləri yerinə yetirir?
Yəni skafoldinqin özünə məxsus strategiyaları var. Bu skafoldinqin strategiyaları müəllimlər, biz sizdən təlim modelləri keçmişdik. Bax, təlim modellərində də müəllimin müəyyən deməli skafoldinq strategiyaları vardı. Yəni hər bir təlim modelinin özünə məxsus strategiyaları var. Deməli, müəllim nə etməlidir? Dərsin əvvəlində dərsin məqsədini əvvəlcə şagirdlərə çatdırmalıdır. Dərsin məqsədi nədir? Biz dərsin məqsədindən ətraflı şəkildə keçmişik. Dərsin məqsədi nədir? Biz dərsin məqsədi də deyə bilərik, buna təlim nəticəsi də deyə bilərik. Yaxşı, təlim nəticəsi nədir? Yəni şagirdin sonda yiyələnəcəyi, əldə edəcəyi bilik və bacarıq nə adlanır? Dərsin məqsədi və yaxud da ki, təlim nəticəsi adlanır. İndi nə deyir? Deyir, skafoldinq nə etməlidir? Dərsin əvvəlində deməli, dərsin təlim nəticəsini, dərsin məqsədini şagirdlərə çatdırmalıdır. Və bununla müəllimin işi yekunlaşmır. Yaxşı, təlim nəticəsini şagirdlərə çatdırdıq. Bəlkə təlim nəticəsi şagirdlərə aydın olmadı. Müəllim nə etməlidir? Təlim nəticəsinin mahiyyətini görək şagirdlər anladı, yoxsa anlamadı. Yəni təlim nəticəsinin mahiyyətini anlayıb anlamadığını da müəllim müəyyənləşdirməlidir. Bəlkə elə bilirsiniz necə? Bəzən müəllimlər elə mürəkkəb təlim nəticəsi müəyyənləşdirir ki, şagird həmin mürəkkəb təlim nəticəsinin mahiyyətini anlamaya da bilər. Ümumiyyətlə təlim nəticəsi sadə deməli cümlə şəklində müəyyənləşdirilməlidir. Sadə olmalıdır ki, şagird təlim nəticəsinin mahiyyətini anlaya bilsin. Yəni şagirdlər belə dərsin sonunda hansı bilik və bacarıqlara yiyələnəcəyini bilməlidir. Bundan əlavə qiymətləndirmə meyarlarını, qiymətləndirmə rubrikini şagirdlərə təqdim etməlidir. Həmçinin bunu da, bax, burada da yəni yalnız qiymətləndirmə meyarlarını şagirdlərə təqdim etdik, bununla işimiz bitmədi də. Bu meyarın da təqdim elədiyimiz qiymətləndirmə meyarında şagird anlamalıdır. Bunu da yoxlamaq lazımdır. Görək, şagirdlər onlara təqdim elədiyimiz qiymətləndirmə meyarlarını, mahiyyətini anladı və yaxud da ki, anlamadı. Yəni şagirdlərin anlamasını da, anlayıb anlamadığını da müəyyənləşdirmək lazımdır. Sonra şagirdlərə tapşırıq verən zaman bu tapşırığın da deməli müəllim nə etməlidir? Mahiyyətini şagirdlərə çatdırmalıdır. Təlimat verməlidir. Yəni şagirdlərə tapşırıq vermiş isə, bu tapşırığı şagird necə yerinə yetirməlidir? Bununla bağlı müəllim şagirdlərə təlimat verməlidir. Çünki elə tapşırığı verdik, elə çəkilib kənarda durduq, bununla bizim işimiz bitdi, belə olmur da. Yəni şagirdlərə tapşırıq vermiş isə, tapşırığın təlimatını da necə tapşırığı yerinə yetirmək lazımdırsa, bu haqqında da şagirdlərə deməli məlumat vermək lazımdır. Sonra verilən tapşırıqlar deməli təfəkkür yönümlü olmalıdır. Təfəkkür yönümlü nə olacaq? Yəni idraki, yəni şagirdlərdə necədir? Elə bir tapşırıq olmalıdır ki, məsəl üçün idrak taksonomiyasının deməli təhlil, dəyərləndirmək, yaratmaq mərhələsinə əsasən tapşırıqlar vermək lazımdır. Bax, elə müəllim yaxın inkişaf zonasında da, yaxın inkişaf zonasına əgər şagirdi inkişaf etdirmək istəyirsə, bayaq elə bilirəm, orada demədim. Bax, elə yaxın inkişaf zonasında da biz nə deyirdik? Deyirdik ki, müəllim şagirdi inkişaf etdirmək istəyirsə, ona öz səviyyəsindən nisbətən çətin tapşırıqlar verməlidir. Çünki şagirdə ancaq öz səviyyəsinə uyğun tapşırıq versək, olduğu səviyyəyə uyğun tapşırıq versək, şagird çox da inkişaf eləməyəcək. Artıq şagird bu səviyyədədir də, aktual səviyyədədir, aktual zonadadır. Buna elə o səviyyəyə uyğun olaraq tapşırıq versək, uşaq inkişaf eləməyəcək. Ona görə şagirdə nisbətən çətin tipli tapşırıqlar vermək lazımdır ki, şagird inkişaf eləsin də, şagirdin inkişafını təmin etmək üçün nə etmək lazımdır? İnkişafa yönəlik tapşırıqlar vermək lazımdır. Nisbətən çətin tipli tapşırıq. Çox yox, asandan çətinə doğru tapşırıqları deməli çətinlik dərəcəsini artırmaq lazımdır. Belə. Bundan başqa görək hansı deməli skafoldinq strategiyaları var. Deməli müəllim şagirdlərə dərsin, tapşırığın, oxunun sadələşdirilmiş versiyasını təqdim edə bilər. Yəni ilk olaraq müəllim nə etməlidir? Tapşırığın sadə formasını təqdim etməlidir. Getdikcə tapşırığın çətinlik dərəcəsini artıra bilər. Sonra şagirdlərin anlamasını təmin etmək üçün müəllim müəyyən konsepsiyaları, problemi və yaxud da ki, prosesi müxtəlif yollarla şagirdlərə çatdırmalıdır. Yəni şagirdlərin öyrənmə tərzini nəzərə almalıdır. Deməli müəllim nə etməlidir? Mövzunu şagirdlərə çatdıranda
müxtəlif yollara çatdırmalıdır. Yəni şagirdlərin öyrənmə tərzini də nəzərə almalıdır. Şagirdlərin öyrənmə tərzindən biz danışmışıq müəllimlər. Şagirdlərin öyrənmə tərzi hansıdır? Ümumiyyətlə öyrənmə tərzi 4 yerə bölünür də. Hansılardır öyrənmə tərzi? Audial, vizual, kinestetik, oxuyub yazaraq öyrənmə tərzi. Differensial təlimdə də biz öyrənmə tərzindən ətraflı danışmışdıq. Həmçinin deyirdik ki, müəllim şagirdlərə fərdi və fərqli yanaşmaq istəyirsə, hər bir şagirdin öyrənmə tərzini bilməli və buna əsasən şagirdlərə yanaşmalıdır. Bax burada da, yəni scaffoldingin digər bir strategiyası nə oldu? Deyir müəllim şagirdlərin anlamasını təmin etmək üçün müəyyən konsepsiyaları, anlayışları, problemləri müxtəlif yollarla şagirdlərə çatdırmalıdır. Yəni ümumən şagirdlərə ötürəcəyimiz məzmunu necə çatdırmaq lazımdır? Şagirdlərin öyrənmə tərzini nəzərə alaraq çatdırmaq lazımdır. Sonra şagirdlərə deməli hər hansı bir tapşırıq nümunəsi verilməlidir. Yəni biz əgər bu gün şagirdə tapşırıq verib kənardan dayanmalı deyilik də. Şagirdlərə tapşırıq veririksə, həmin tapşırığın nümunəsini də təqdim eləmək lazımdır. Çünki şagird nümunəyə baxaraq tapşırığı yerinə yetirməlidir. Bəzən interaktiv təlim deyəndə müəllimlərimiz belə fikirləşir ki, şagirdləri fəaliyyətə cəlb edib özümüz kənardan prosesi izləməliyik. Xeyr, bu belə deyil. Biz şagirdin bu zaman inkişafına nail ola bilmərik. Şagirdə tapşırığı verirəm. Şagird dərsdə bu tapşırığı necə həll eləyəcək? Əgər tapşırıq haqqında məlumatı yoxdursa, bu tapşırıq nisbətən çətin tipli tapşırıqdırsa, şagird necə bu tapşırığı yəni yerinə yetirə bilər? Ona görə də tapşırığın nümunəsini vermək lazımdır. Məsəl üçün, bax, ibtidai siniflərdən yuxarı siniflərdə bilmirəm necədirsə, bizim deməli dərs vəsaitlərimizdə deməli müəyyən tipli tapşırıqlar var ki, kitabda da həmin tapşırığın nümunəsi verilir. Heç müəllimdən əvvəl, müəllimdən əlavə belə kitablarda da tapşırığın nümunəsi verilir. Yəni şagird o nümunəyə baxaraq tapşırığı yerinə yetirə bilər. Müəllim də belədir. İndi elə tapşırıq var ki, kitabda nümunəsi yoxdur. Nə etmək lazımdır? Müəllim bu zaman tapşırığın nümunəsini şagirdlərə təqdim etməlidir. Çünki şagirdlər nümunəyə baxır, tapşırığı rahat şəkildə özləri yerinə yetirsinlər. Bundan əlavə deməli hər hansı bir mətni oxumamışdan əvvəl bilirik də ki, mətndə məsəl üçün elə sözlər var ki, biraz çətin sözlər olur. Şagirdlər ola bilər ki, həmin sözü ilk dəfə eşidəcək və ilk dəfə həmin sözü eşidəcəksə, əlbəttə ki, o sözün mahiyyətini şagird bilməyəcək də, sözün anlamını bilməyəcək. Yəni müəllim də çətin mətni oxumamışdan öncə şagirdləri yeni sözlərlə tanış etməlidir. Artıq müəllim mətn haqqında əvvəlcədən məlumatlı olmalıdır və bilməlidir ki, mətndə bax, bir təxmin edir də. Müəllim artıq əvvəlcədən şagirdlərin harda səhv edəcəklərini, harda çətinlik çəkəcəklərini təxmin etməlidir ki, hə, bax, mətndə bu sözlər şagirdlərə qaranlıq qala bilər. Həmin sözlərin deməli əvvəlcə mənasını, izahını şagirdlərlə tanış etməlidir ki, şagirdlər bilsin ki, bu sözlərin mənası nədir və o zaman da mətni oxuyanda çətinlik çəkməyəcəklər. Həmçinin oxuduqları mətnin də mahiyyətini, anlamını başa düşəcəklər. Şagirdlərə əgər hər hansı bir sual veririksə və yaxud da ki, tapşırıq veririksə, şagird sualımıza cavab verə bilmirsə, müəllim həmin cavabı şagirddən almaq üçün, düzgün cavabı şagirddən almaq üçün sual ətrafında yönəlici suallardan istifadə etmək lazımdır. Yönəlici suallardan istifadə etmək lazımdır ki, müəllim yəni şagirdin diqqətini suala yönəltsin də və yaxud da ki, şagirdə tapşırıq vermişiksə, həmin tapşırığa uyğun olaraq yönəlici tapşırıqlar da verə bilərik. Yəni əslində bax bu nədir? Bax bu sadaladıqlarımız hamısı scaffolding strategiyalardır. Bir də müəllimlər fikrimizi ümumiləşdirək. Deməli biz nə danışdıq, nə dedik? Yaxın inkişaf zonası nə oldu? Yaxın inkişaf zonası deməli bax şagirdin hal-hazırda olduğu zona nə adlanır? Aktual zona adlanır. Yəni şagird artıq bax bu zonada aktualdır. Amma aktual zonada nə etmək lazımdır? Şagirdi hədəfə çatdırmaq lazımdır. Yaxın inkişaf zonası nə oldu? Deməli şagirdin bacardığı ilə və bacarmadığı arasındakı zona nə adlanır? Yaxın inkişaf zonası adlanır. Bəs bu zonada müəllim nə etməlidir? Bax bu zonada müəllim şagirdlərə scaffoldinglik etməlidir. Yəni müəllim şagirdlərə müvəqqəti dəstək rolunu göstərməlidir, körpü rolunu oynamalıdır, nərdivan rolunu oynamalıdır. Yaxşı, bəs müəllim nə qədər şagirdlərə nərdivan rolunu oynamalıdır, körpü rolunu oynamalıdır? Şagirdləri hədəfə, məqsədə çatdırdıqdan sonra müəllim artıq öz dəstəyini, köməyini şagirdlərin üstündən götürməlidir.
köməyini deməli tədricən aradan qaldırmalıdır. Scaffoldingin hansı strategiyaları var? Müəllim nə etməlidir? Deməli, birinci dedik ki, dərsin məqsədini, təlim nəticələrini şagirdlərə çatdırmalıdır və şagirdlərin anlayıb anlamadığını yoxlamalıdır. Qiymətləndirmə meyarlarını şagirdlərə təqdim etməlidir və meyarları təqdim etdikdən sonra meyarların da mahiyyətini, şagirdlərin anlayıb anlamadığını müəyyənləşdirməlidir. Şagirdlərə tapşırıq verən zaman tapşırığın nümunəsini də şagirdlərə təqdim etməlidir və həmçinin də nümunədən əvvəl də şagirdlər tapşırığı necə yerinə yetirə bilər, bununla bağlı müəllim şagirdlərə müxtəlif təlimatlar da verməlidir. Sonra müəllim məzmunu şagirdlərə müxtəlif yollarla çatdırmalıdır. Yəni şagirdlərin öyrənmə tərzini nəzərə almalıdır və yaxud da ki, hər hansı bir mətni oxumamışdan öncə müəllim mətndə olan yeni sözlərin mənasını, izahını əvvəlcədən şagirdlərə təqdim etməlidir. Təqdim etməlidir ki, şagirdlər artıq mətni oxuyan zaman deməli oxuduqları mətnin mahiyyətini başa düşsünlər.